Salam əziz tələbələr, hamınıza xoş gördük. Faiz, nisbət və tənansib mövzusundayıq. Birinci sualdan başlayaq. Birinci sualda şagird 15 test tapşırığını həll etdi ki, bu da bütün testlərin 20%-ni təşkil edir. Şagird neçə test tapşırığı həll etməli idi? Baxın, faiz bölməsində bunu bilməliyik ki, deməli, ədədə görə faizin tapılması əsasən var, yəni faizə görədən tapılması var. Yəni bu tipli qaydaları mən elə bilirəm ki, siz kitabdan müəyyən qədər məlumatınız var. Və buna görə də mən tam olaraq bunun üstünə dayanmaq istəmirəm və izaha başlamaq istəyirəm ki, sizə əsasən izah lazımdır və izah nəticəsində nəsə tam olaraq sizə aydın olacaq ki, belə tipli sualları necə həll etmək olar. Şagird 15 test tapşırığını həll etdi ki, bu da bütün testlərin 20%-ni təşkil edir. Bütün testlərin, baxın, burada bütün testlərin sözü var. Bütün testlərin nə olduğunu bilmirik, düzdürmü? Bütün testləri biz x götürək. Bütün testlər. Bunu biz x götürək. Və deyir ki, həmən bütün testlərin 20%-ni təşkil edən 15 test tapşırığını həll etmək lazımdır. Və burada belə bir yazacağıq. Yəni x-in 20%, x-in 20% tapmaq üçün x-i 20-yə vurub bölməliyəm 100-ə. Baxın, x-i 20-yə vurub 100-ə bölməliyəm. Bölürəm 100-ə və bərabər edirəm 15-ə. Baxın, bizim məsələmizdə demək istəyir ki, deməli, şagird 15 test tapşırığını həll etdi ki, bu da bütün testlərin 20% təşkil edir. Bütün testləri x götürdüm və onun 20%-i 15-ə bərabər elədim. Çünki 15 test tapşırığını bütün testlərin 20%-ni təşkil edir. Bunu demək istəyir. Və buradan x tapmaq istəyirəm. Deməli, burada x tapmaq üçün 15-i 100-ə vurub 20-yə böləcəm. Buradan da x bərabər olacaq 75-ə. Yəni, bütün testlər 75-ə bərabər olacaq. Və burada mənə nə soruşur? Şagird neçə test tapşırığı həll etməli idi? Yəni, bütün test tapşırıqların cəmi soruşur. Bu da elə cavab A bəndi olaraq götürəcək. Sonraki sualımıza keçək. İkinci sualımızdayıq. İkinci sualımızda da həmən vəziyyətdir. Burada baxacaq, şagird kitabın 80%-ni oxudu ki, bu da kitabın bütün səhifəsinin 20%-ni təşkil edir. Bütün səhifə sözünü, baxın, bütün səhifəni x götürürəm, x. Bunun 25%-i vursun 25% bölünsün 100 bərabərdir 80-ə bərabər edirəm. Biz bilirik ki, ədədin faiz tapmaq üçün onu faiz göstərən ədədə vurub 100-ə bölmək lazımdır. Və bütün səhifədə x götürmüşəmsə, onu 25-ə vurub 100-ə bölürəm və 80-ə bərabər edirəm. Çünki həmən 80 səhifəsi oxunub, baxın, səhifəsi oxunub və bu oxunan səhifələrdə bütün səhifənin 25%-i təşkil edilmiş. Burada da x tapmaq istəyirəm. X burada nəyə bərabər olacaq? Deməli, 25 ilə 100 ixtisar gələcək 4-də 1-ə, 80-ə də 4-ə vuranda 320-yə bərabər olacaq. Və cavabımız da 320 olacaq. Nəyə görə? Çünki kitabda neçə səhifə olduğunu soruşur. Yəni, bütün səhifədə biz x götürmüşdük. Ona görə cavabımız B bəndi. Sonraki sualımıza keçək. Üçüncü sual da eyni ilə həmən sualdır. Burada da həmən sual seçilir. Yəni, bu da deməli, oxudu ki, bu da kitabın neçə səhifə olar. Bu da həmən sual oxşar sualdır. Yenə x-in 25%-ni 130-a bərabər edəcəm. 4-də 1 olduğuna görə 134, 100, 412, 520. Bu da 520-yə bərabər olacaq. Bunun üstə qalmaq istəmirəm. Təkrar sualdır. Yenə təkrar sualdır. Bu çox təkrar verir. Yəni, təkrara aid çox sual verir ki, tələbənin beynində tam olaraq bu həkk olsun. Bu da 50%-ni oxudu ki, bu da kitabın səhifənin 10%-ni təşkil edir. X-in 10%-ni 50-yə bərabər olar və bu da eləyəcək 500. Bu da həmən sualdır, oxşar sualdır və bunun üstə qalmaq istəmirəm. 5-ci sualımızdayıq.
24 saat işlədiyinə görə fəhlə 80 manat aldı. 6 saat işləyərsə fəhlə nə qədər pul alar? Bu bizim tənassübə aid bir sualımızdır. Yəni tənassübə aid sualımızdır. Tənassüb də ki, budur ki, baxın 24 saata 80 manat bəs 6 saata x manat. 6 saata x manat pul qazanır. Və bu da yadda saxlayın. Tənassüblər çarpaz vururlar. Baxın 24-ü x-ə vuracam, 80-i isə 6-ya vuracam. 24-ü x-ə vuranda olacaq 24x bərabər olacaq. 80-i də 6-ya vuranda 6 8 48 480 6 8 48 480 bərabər oldu və bunu 24-ə böləndə x-ım 20-yə bərabər olacaq. X-im 20 manat, yəni 20 manatda deyib bəndə. Sonraki sualımıza keçək. 6-cı sualımızdayıq. 40 kvadrat metr döşəməyə 6 kiloqram boya işlənirsə, 20 kvadrat metr döşəməyə nə qədər boya işlənər? Bu da həmən üsul, yəni tənassüblə əldə edilməsi bir sualdır. Burada da həmən sual olaraq belə yazıram. 40 kvadrat metrinə, baxın 40 kvadrat metrinə 6 kiloqramdırsa, 20 kvadrat metrinə isə x olacaq və burada x tapmaq üçün 40'ı vuracam x-ə olacaq 40'ı çarpaz vuracaq deyə bilir ki 40x 6'ın da cəmi varanda 120. Buradan x da bərabərdir 3'ə, yəni 3 rəqam olacaq. Cavabında 3 rəqam olacaq. Burada yer bəndə. Sonraki sualımıza keçək. 7-ci sualımıza keçək. Eyni yolu getməyə sərf olunan zaman müddəti 4 dəfə artarsa sürət necə dəyişər? Siz belə bir sualda əsasında nəyə bilməlisiniz? V bərabərdir. Baxın, bunu bilməlisiniz. V bərabərdir. S bölünsün T düsturu. Baxın, bu düsturu bilməlisiniz. V bərabərdə S bölünsün D və ya da S bərabərdə V vursun T kimi olan düsturu. Yadda saxlayın. Çoxumuz tərs və deməli düz mütənassib cəmiyyətləri bilmirik. Baxın, V ilə T, baxın V ilə T tərsdir. Baxın, bunlar tərs mütənassibdir. Yəni tərsindədir. V ilə S isə düz mütənassibdir. Baxın, düzdür. Yəni düz qarşısındadır. V artanda S də artır. V azalanda S də azalır. Amma V artanda T azalır. T artanda isə V azalır. Yəni əksdir. V ilə T əks, V ilə S düz mütənassib. Bunu yadda saxlayın. Və burada baxaq. Eyni yolu getməyə sərf olunan zaman müddətini 4 dəfə artarsa. Baxın, bu zaman T 4 dəfə artarsa, sürət necə dəyişər? Dedik ki, sürətlə zaman tərs mütənassibdir. Sürət nə qədər artarsa, zaman o qədər azalar. Zaman nə qədər artarsa, sürət o qədər azalar. Və zamanı 4 dəfə artmağı sürətin 4 dəfə azalmağına bərabərdir. Ona görə cavabımız A bəndə olacaq. Yəni sürət 4 dəfə artarsa, zaman 4 dəfə artarsa, sürət 4 dəfə azalacaq. Sonraki sualımızdayıq. Eyni məsafədə sürət deməli, eyni məsafədə sürət 2 dəfə artarsa, bu yol getməyə sərf olunan zaman müddəti necə dəyişər? Yenə bu düsturumuza əsaslanasıyıq. Baxın, bunu gətirib qoya bura. Deyir ki, eyni məsafədə sürət 2 dəfə artarsa, yəni bu 2 dəfə artarsa sürət, bu yol getməyə sərf olunan zaman müddəti necə dəyişər? Bu 2 dəfə artarsa, demək bu 2 dəfə azalacaq. 2 dəfə azalacaq, cavabımız C bəndə olacaq. Sonraki sualımıza keçək. Sürət dəyişməməklə yolu getməyə sərf olunan zaman müddəti 3 dəfə artarsa, gedilən yol necə dəyişər? Aha, həmən düsturu mən bu şəkildə yazıram. Gedilən yol, yəni S bərabərdir V vursun T-yə. Baxın, bu şəkildə yazdım. Həmən yuxarıda olan
sürət düsturunu. Mən bu S-i bərabər elədim V ilə T-nin hasilinə. Və bu da yadda saxlayın ki, S gedilən yoldur, V sürətli T zamandır və bu gedilən yol sürətlə və zamanla düz mütənasibdir. Yəni sürətin və deməli zamanın dəyişməsi gedilən yola təsir edir. Nə qədər dəyişirsə, gedilən yolda o qədər dəyişəcək. Sürət nə qədər dəyişirsə, gedilən yol o qədər dəyişəcək. Zaman nə qədər dəyişirsə, gedilən yol o qədər dəyişəcək. Və burada baxaq, deyir, sürət dəyişməməklə yolu getməyə sərf olunan zaman müddətini, yəni bu T-ni 3 dəfə artarsa, bunu 3 dəfə artırsaq, gedilən yol necə dəyişər? Bu gedilən yol 3 dəfə artacaq da. Baxın, dedik ki, düz mütənasibdir. 3 dəfə artarsa, gedilən yol 3 dəfə artacaq. Yəni, cavabımız da 9-cu sualın A bəndi olacaq. Sonraki sualımızdayıq. Eyni məsafədə sürət 4 dəfə azalarsa, bu yol getməyə sərf olunan zaman necə dəyişər? Biz dedik ki, sürətlə zaman tərs mütənasibdir. Sürət 4 dəfə azalarsa 4 dəfə artacaq zaman. Ona görə cavabımız A bəndi olacaq. Asan suallardır bunlar, çətin deyil. 11-ci sualdayıq. 39% onluq kəsr şəklində göstərin. Baxın, yadda saxlayın. Əgər faizi onluq kəsrə çevirmək istəyiriksə, onu 100-ə bölmək lazımdır. Əgər onluq kəsri faiz kimi göstərmək istəyiriksə, onu 100-ə vurmaq lazımdır. 39% deyir, onluq kəsr şəklini göstərin. Faizi onluq kəsr şəklini göstərəndə 100-ə bölməliyik. 39 da 100-ə böləndə 0,139 edir. Ona görə A bəndi bütövsiyəm. 12-ci sualda da həmən sualda 61 onluq kəsr şəklini göstərəndə 0,161 B bəndi olacaq. Sonraki sualımıza keçək. Burada isə 0,43 onluq kəsrini faizlə ifadə edin. Baxın, onluq kəsri dedik ki, faizlə göstərmək istəsək 100-ə vurmaq lazımdır. Bunu da 100-ə vuranda 43-ə vərbi olur. Ona görə Y bəndi olacaq. Sonraki sualımıza keçək. 14-də də həmən vəziyyətdir. Onluq kəsrini faizlə göstərmək istəyək 100-ə vuracaq və 57% olacaq. 15-ci sualdayıq. Onluq kəsri şəklində göstərin. Faizi onluq kəsri şəklində göstərmək üçün bunu 100-ə bölmək lazımdır. 86,42-ni 100-ə böləndə 0,10 baxın bu 0,10 8642 eləyəcək. Cavabımız da A bəndi olacaq. 16-cı sualımıza baxaq. Burada da həmən vəziyyətdir. Bunu da 2 dəfə 0 tamlıq, yəni vergül gələcək bu tərəfə. Cavabımız D bəndi olacaq. 17-ci sualımızdayıq. Tənasibi göstərin. Tənasib odur ki, baxın, orta hədlərin hasili kənar hədlərin hasilinə baxın. Orta hədlərin, baxın, baxın, bu 2 dənə orta həddir. Orta hədlərin hasili kənar hədlərin hasilinə bərabərdir. Baxın, orta hədlərin hasili kənar hədlərin hasilinə bərabərdir. İndi baxaq, görə ilə bərabər olurmu? A bəndə baxaq. 5-i 9-a vuranda 45, 4-ü də 10-a vuranda 40. 45 ilə 40 uymur. Deməli, bu A bəndi səhvdir. Yəni, tənasib dögül də, bu tənasib dögül. D bəndə baxaq. 6-nı 20-yə vuranda 6, 2, 12, 120. 5-i isə 30-a vuranda 515, 150. 120 ilə 150 uymur. Bir-birinə uymur. Ona görə bu da səhvdir. Y bəndinə baxaq. 7-ni 42-yə vuraq. 4, 7, 28, 280, 7, 2, 14, 294. 294 edir. 6-nı isə 36-ya vuranda bu da uymur. Baxın, bu da uymur. C bəndə baxaq. 6-nı 36-ya vuranda 3, 6, 18, 180, 6, 6, 36, 216. 216 bu eləyir. 5, 15, 150 isə bu eləyir. 216, 150 uymur. Cavabımız B bəndi qalacaq. Baxaq, görə elə uyurmu? 5-i 28-ə vuraq, 140 eləyir. Baxın, 5-i 28-ə vuranda 140 eləyir. 4-ü 35-ə vuranda da 140 eləyir. Deməli, bu uydu. Ucu iki tərəfdə orta hədlərin hasili ilə kənar hədlərin hasili bərabər oldu. 18-ci sualda da həmən vəziyyətdir. 3-ü 10-a vuranda 30, 2-ni də 15-ə vuranda 30. Elə bu ikisi ödəyir ki, baxın, bu A bəndi ödəyirlər. O birlərinə baxmaq lazım deyil. Çünki 3-ü 10-a vuranda 30 edir, 2-ni də 15-ə vuranda 30 edir. İkisi də ödədir.
19-cu sualımızdayıq. Bu da tənassüb göstərindir. 4-ü 15-ə vuranda 60, 3-ü 16-ya vuranda bu olmur. A bəndə ödəmir. Deməli, B bəndə, D bəndə baxaq. 4 2-nin 80, 5 16-nın 80. Baxın, bu ödədir. D bəndə ödədir. Baxın, 20-ni 4-ə vuranda 80 edir, 5-dən 16-ya vuranda 80 edir. İkisi də ödədir. Ona görə bu da cavabımız D bəndə olacaq. 20-ci sualımıza keçək. 3 6-nın 18, 8 80 yox, bu olmuyor. 8 5-in 40, 3 6-nın 18 ödəmir. 3 10-un 30, 5 ödəmir. 8 6-nın 48, 3 6-nın 48. Baxın, bu Y bəndə ödəyir. Baxın, Y bəndə ödəyir. Çünki 8 6-nın 48 eləyir, 3 16-nın da 48 eləyir. Ona görə bu cavabımız düz olacaq. Sonraki sualımızdayıq. Təkvədə hansı doğru dögül? Burada dögül deyir, hansı doğru dögül? Baxaq, birinci təkvə baxaq. %1 hissəyə faiz deyilir. Doğrudur, ədədin %1 hissəsi faizdir, bu doğrudur. Ədədin B ədədinə, A ədədinin B ədədinə bölünməsinə alınan qismət A-nın B-yə olan nisbəti adlanır. Bu da doğrudur. 2 nisbətin bərabərinə tənasüb deyilir. Bu da doğrudur. 2 tənasübün bərabərinə nisbət deyilir. Hə, bu yanlışdır. Baxın, bunu götürəsirik. 2 tənasübün bərabərinə nisbət deyilmir. 2 nisbətin bərabərinə tənasüb deyilir. Ona görə yanlış olan bircə dənə 4 olacaq. A bəndə. 22-ci sualımızdayıq. Təkvədə hansı doğrudur? Birinciyə baxaq. A ədədinin B ədədinə bölünməsinə alınan qismət A-nın B-yə olan nisbəti adlanır. Bu düzdür da. Bu düzdür. B ədədinin A ədədinə bölünməsinə alınan qismət A-nın B-yə olan nisbəti adlanır. B ədədinin, yox, B-nin A-ya olmalıydı. Bu da yazıb ki, A-nın B-yə, yox, bu 2 ödəmir. 2 ödəmədi. Ədədi A-nın B-yə nisbəti adlanır. Xeyr, A-nın B-yə nisbəti yox. Nisbət onda bu da 100-ə bölünməli deyildi və bu da vurmalı deyildi. A bölünsün B olmalıydı. Yəni A bölünsün B olmalıydı. Bu da səhvdir. Bu 3 də səhvdir. Deməli cavabımız bu da C bəndə olacaq. Yəni 1. Yalnız cavab 1 olacaq. Sonraki sualımıza keçək. 23-cü sualımızdayıq. 23-cü suala diqqət edirək. Baxın. Velosipedçi 15 km məsafəni 2,5 saata gedir. O həmən sürətlə 1 dəqiqə nə qədər yol gedər. Baxaq. 15 kilometri əvvəlcəki çevirək. 15 kilometr əvvəl çevirək metrə. Nəyə görə? Çünki variantda görür ki, hamısı metrləndir. Baxın, metrləndir. Metr olduğuna görə bunu metrə çevirək. Metrə çevirmək üçün 1 kilometr 1000 metr olduğuna görə bu olacaq 15.000 metr. 15.000 metr məsafəni bu 2,5 saata deyir və bu da dəqiqə ilə soruşursa, baxın, dəqiqə ilə soruşursa, deməli, bunu da dəqiqə çevirməliyik. Dəqiqə çevirmək üçün bunu 60-a vurmalıyıq. 2,5-i 6-ya vurmaq, 60-a vuranda bu eləyəcək 150 dəqiqə. Deməli, 15.000 metri 150 dəqiqəyə gedən deməli, velosipedçi bizə sual verir ki, 1 dəqiqəyə, baxın, 1 dəqiqəyə x metrini 1 dəqiqə gedər. X metrini 1 dəqiqə gedər. Burada indi deməli, çarpaz vuraq, 15.000-i 1-ə vururuq, bölürük 150-yə. Bu da eləyir, deməli, 100. Yəni, 15.000-i bölürəm 150-yə, bu da eləyir 100. Cavabım B bəndi. Sonraki sualımıza keçək. 24-cü sual da həmən sualdır. Həmən sual kimi sualdır. Yəni, çətin bir şey deyil. Bu da 9 kilometrə 9000 yazıram. Metr və bu, deməli, 1,5-i 60-a vuranda 6, 60, 6, 5, 30, 90 dəqiqə və x metrdə gəlir 1 dəqiqə. 1 dəqiqədə bu. Bunu buna vururam və çarpaz vururam. 90x bərabərdir 9000-ə və 9000-də 90-a böləndə eləyir 100. Burada da 100 olacaq. Cavabımız C bəndi. C bəndi. Sonraki sualımıza keçək.
25-ci sualımızdayıq. 20 ədədi 80-in neçə faizidir? Baxın, belə suallarda əsasən ədədin hər hansı bir ədədin neçə faizini soruşursa, məsələn A ədədi B-nin neçə faizidir soruşursa, belə bir suallar olanda həmişə birinci tərəfi ikinci tərəfi bölüb 100-ə vurun. Всё. Ən qısa yolu odur. Yəni birinci tərəfi ikinci tərəfi bölüb 100-ə vurun. Burada da elə yazırıq. Baxın, yazacağam. 20-ni bölürəm 80-ə. Burada vururam 100-ə. Bərabərdir. 20 80-ə ixtisar edib 4-də 1-ə, 100-ə vuranda isə 25% olacaq. 25%. O da gəlir cavab A bəndi. Sonraki sualımıza keçək. 26-cı sualımızdayıq. Bizdə dəqiqə. 26-cı sualımızdayıq. Burada da 20 ədədi 40-ın neçə faizdir? Yenə 20-ni böləcəm 40-a, vuracam 100-ə. Deməli, 20-ni böləcəm 40-a, vuracam 100-ə və bu bərabər olacaq. Deməli, 20 ilə 40 gedir 2-də 1, 100-ə böləndə isə 50% olacaq. 50% Y bəndi. Sonraki sualımıza keçək. 27-ci sualımızdayıq. 55 ədədinin 20%-ni tapın. 55 ədədinin 20%-ni tapın. Aha. Ədədin faizini tapmaq üçün onu faiz göstərən ədədə vurub 100-ə bölmək lazımdır. Deməli, burada mən bunu belə şəkildə yazacağam. Burada belə yazacağam. Baxın. Deməli, 55-i vuracam 20-yə. Böləcəm 100-ə. Bu da bərabər olacaq. Deməli, 55-i 20-yə vuracam, böləcəm 100-ə. 20 ilə 100 ixtisar edir 5-ə. 55 ilə 5-ə böləndə 11 olacaq. 11 olacaq, o da cavab Y bəndi olacaq. 28-ci sualımıza keçək. 28-də də həmən sualdır. 45-i vuracam 30-a, böləcəm 100-ə. Çətin bir sual deyil. Burada əsasən 45-i 30-a vurub 100-ə böləndə tapmalıyıq və burada cavabımız C bəndi olacaq. Bunun üstə qalmaq istəmirəm. Çətin bir şey deyil çünki. 29-cu sualdayıq. Aha, 29-cu sualımız fərqli sualdır. 480 ədədinin 3/1 hissəsini tapın. Baxın, hissəsinə görədən tapılması üçün ədədi hissə göstərən ədədə vurub, baxın, hissə göstərən ədədə vurub, baxın, onun sürətinə vurub məxərcinə bölmək lazımdır. Baxın, ədədin hissəsini tapmaq üçün onun sürətinə vurub, ədədi həmən sürətinə vurub məxərcinə bölmək lazımdır. 480-i 1-ə vuram və bölürəm 3-ə. Baxın, 480-i 1-ə vuram və bölürəm 3-ə. 480-i 3-ə böləndə 160 olacaq. Hissəsinə, baxın, ədədin hissəsini tapmaq üçün yadda saxlayın. Onun sürətinə vurub məxərcinə bölmək lazımdır. 480-i də vuram 1-ə, bölürəm 3-ə. Bu da edir 160. Yəni, D bəndi. Sonraki sualımıza keçək. 30-cu sualımızdayıq. Burada da 2400 ədədinin 5/1 hissəsini tapmaq tələb olunur. 2400-ü 1-ə vuram və bölürəm 5-ə. 5-ə böləndə edir 4, 8. Deməli, 480 olur. Cavabımız da B bəndi. 31-ci sualımızdayıq. Baxın, 31-ci sualımızdayıq. İnsan böbrəklərindən sutkada 1700 litr qan axır. Onlardan 6 saat ərzində neçə litr qan axır. Baxın, insan böbrəklərindən sutkada bir sutkamız 24 saatdır. Bunu bilirik. 24 saat. Bir sutkada, yəni 24 saatda 1700 litr qan axır. Bunu tənsib edirik. 1700 litr. Bəs 6 saatda neçə litr qan axar? Bunu da 6 saat. 6 saatda isə mən bilmirəm nə qədər qan axar. Yəni x yazıram, litr yazıram. Bunu əldə etmək üçün biz dedik, deməli, çarpaz vurmalıyıq. Yəni 24-ü x-a vuram, 24x bərabərdir. 1700-ü də 6-ya vuram. Deməli, 1700 vurulsun
6-ya. Bu şəkildə x-lə yox, vurulsun 6-ya. Bunu bu şəkildə saxlayıram və ixtisar aparıram. 24 ilə 6 ixtisar gedir 4-ə. 1700-də 4-ə böləndə 425-ə bərabər olur. Yəni x bərabərdir 425. 425 cavabımız burada C bəndidir. Çətin sual deyil. 32-ci sualımızdayıq. Ürək sakit halda sutkada 10 ton qan keçir. Ürəkdən deməli saatda ürəkdən sakit halda sutkada 10 ton qan keçir. Sutka 24 saatdır. Deməli buna 10 ton qan keçir. Aha. Bəs 6 saatdə ürəkdən neçə ton qan keçir? Bu da 6 saat. Həmən sualdır. Həmən sual, eyni ilə həmən sualdır. Çətin bir şey deyil. Bu da x ton yazaq. Və bu çarpaz var. 24-ü x-ə vururam, 10-u da 6-ya vururam. Deməli 24-dən 4-ə ixtisar edir. 10-u da 4-ə böləndə 2 tamam 10-da 5 olur. Və cavabımız da D bəndi olur. Sonraki sualımıza keçək. 33-cü sualımızdayıq. Balın tərkibində 12% su var. 5 kiloqram balın tərkibində nə qədər su var? Bu ayıb suallardır bu. Deməli, balın tərkibində 12% su varsa, 5 kiloqram balın tərkibində nə qədər su var? Yəni 5-in 12%-ni tapacağıq. 5-i vuracam 12-yə, böləcəm 100-ə. 5-i 12-yə vurub 100-ə bölmək lazımdır. 5 vurulsun 12. Deməli, dəqiqə. 5 vurulsun 12% bölünsün 100-ə. Bu da bərabərdir. 5-i 12-yə böləndə eləyir 60. 60 da 100-ə böləndə 0,6 eləyir. 0,6 bu da cavabımız A bəndi olacaq. 33-də cavabımız A bəndi. 34-cü suala keçək. 34-cü sualımızdayıq. Çörək bişirilərkən xəmir öz çəkisinin 30%-ni itirir. 500 kiloqram xəmirdən neçə kiloqram çörək bişir? Deməli, baxın, bu tip sual əldə etmək üçün əvvəlcə verilən yerinə qoymalıyam. Çörək bişirilərkən xəmir öz çəkisinin 30%-ni itirir. Aha, 500 kiloqram xəmirdən neçə kiloqram çörək bişər? 500 kiloqram xəmirimiz var. Baxın, 500 kiloqram xəmirimiz var. Bunu, əgər bu bişirən vaxtı 30%-i itib gedəcək. 500-ün, deməli, çıxacaq 500-ün 30%-ni. Baxın, 500-dən çıxıram, baxın, 500-dən çıxıram, 500-ün 30%-ni. Çünki deyir ki, öz çəkisinin 30%-ni itirir. Yəni, 500-ün 30%-ni itirir bu. 500-dən 500-ün 30%-ni çıxacam. Çünki 500-ün həmən 30%-ni itirir deyir və qalan nədirsə o bişiriləcək. Deməli, 500-ün 100 ixtisar gedir 5-ə, 515, deməli, 150, 500-dən də 150 çıxanda 350 kiloqram olur. Cavabımız da olacaq burada C bəndi. Çətin suallar dögül bunlar. Yəni, asandır, çox asandır. Bizə biraz fikirləşmək lazımdır və yerinə qoymaq lazımdır verilənləri. 35-ci sualımızdayıq. 25%-i 20 olan ədədi tapın. Burada ədədi bilmirəm. Tutaq ki, ədəd x-dir. Tutaq ki, x-dir. X-in 25%-i, yəni x-i 25-ə vururam, bölüləm 100-ə. 25%-ə vururam, bölüləm 100-ə. Və bərabər edirəm neçəyə? 20-yə. Aha. X-in 25%-i 20-yə bərabərdirsə, bu da x tapmaq üçün biz bildik ki, 25-dən 4-ə ixtisar gedəcək. 25-ə ixtisar gedəcək 4 dəfə. 4-də vuracam 20-yə, eləyəcək 80. X da bərabərdir 80-ə. Cavabımız 80 imiş. Yəni 80-in 25%-i 20-yə bərabər imiş. Bu da cavabımız C bəndi olacaq. Oldu əziz tələbələr, inşallah gələn dərslərimizdə görüşmək ümidi ilə sağ olun. Bu deməli testləri mən çalışacağam ki, axıra kimi davam etdirim. Bu da sizin şərhlərinizə baxır. Yəni yaxşı şərhlər yazarsanız, bunları davam etdirəcəyəm. Tək bu mövzunu yox, hansı mövzunu istərsəniz, o mövzunu mənə yazın. Mən həmən mövzudan günü sabahdan başlayayım, izah edim. Fərqi yoxdur hansı mövzu olursun, mən izaha başlaya bilərəm, fərqi yoxdur. Oldu əziz tələbələr, inşallah gələn dərslərimizdə görüşmək ümidi ilə. Sağ olun.